Salam, hər vaxtınız xeyirli olsun əziz müəllimlər, dəyərli müdavimlər. Sizinlə mən Texnologiya Təlim İxtisaslanova Sürəyya hazırladığım bu PDF-in, bu testlərin istədim tərifini sizə verim, izahını sizə verim, düzgün cavablarını sizə deyim. Bilirsiniz, çox müəllimlər bu məişət mədəniyyəti haqqında bu dərsliyi yadda saxlaya bilmirlər, bunun testlərini düzgün tapa bilmirlər və mən bir testin içindən bir mövzunun içindən bir neçə dənə testlər çıxartmışam və şəkillərlə bərabər çıxartmışam. Çünki bilirsiniz ki, artıq miqdə çətinləşib hər şey şəkillər üzərində verilir. Ona görə də biz kitabı oxuyarkən dərindən oxumalıyıq. Həm mövzunu ardıcıl yaxşı bilməliyik, həm də ki, şəkillər üzərində öyrənməliyik. Çünki artıq şəkillərdən istifadə olunur. Deməli, burada biz 5-ci sinifin 5-ci mövzusu olan məişət mədəniyyəti, məişətə sadə təmir işləri haqqında mövzunun testlərini çıxartmışam və bunu sizlərə də istədiyim izahını atam. Deməli, 5-ci mövzuda birinci sual belədir ki, məişət mədəniyyəti nə deməkdir? Ümumiyyətlə, məişət mədəniyyəti biz bilirik ki, bu sadə bir cavabdır əslində. Bunu hamı tapa bilər. Yəni, məişət mədəniyyəti tək ev nəzərdə tutulmur. Çünki tək ev nəzərdə tutulsa, bu səhvdir. Məişət mədəniyyəti, yəni mən öz mədəniyyətimi ictimai yerdə, belə iş yerimdə, hər hansı bir müəssisədə fərqi yoxdur, evdə, mən o mədəniyyətimi göstərməliyəm. Yəni, burada C variantıdır, bir aydın açıq görürsünüz ki, evin təmiz və səliqəli saxlanılması, ev təsərrüfatının idarə edilməsi, ailə büdcəsinin bölünməsi və ailə üzvlərinin bir-birinə hörmətlə, qayğı ilə yanaşması deməkdir. İkinci sualımıza baxırıq. İkinci sual da deyir ki, mebel qurulmasında istifadə olunan məmulatlar nə adlanır? Bəli, mebel qurulmasında istifadə olunan məmulat nə adlanır? Mebel hissələri xeyir, mebel furniturları, bəli, mebel furniturları adlanır. Maqnit saxlayıcıları, lövhəcik mebellər yox. Burada B variantıdır düzgün cavab. Üçüncü suala baxırıq. Mebel furniturlarını müəyyən edin. Mebel furniturlarımız hansılar idi? Künclüklər, maqnit saxlayıcılarıdır, rəf saxlayıcılarıdır, kipləşdiricilərdir, qıfıl diləciklər və qıfıllardır. Deməli, burada 1, 3, 5, 6, 8 nəzərdə tutulur. 1, 3, 5, 6, 8 C variantıdır burada. Üçüncü sualda. Dördüncü suala baxırıq. Şəkildəki hansı mebel furniturudur? Baxın, görürsünüz, şəkildəki mebel furniturunu bizdən soruşur. Deməli, burada biz bilirik ki, mebel furniturlarımızın şəkillərlə demişəm öyrənin. Burada əlbəttə ki, kipləşdiricilərdən söhbət gedir. Kipləşdiricilər şəkillərdə də bax bu formada hər iki tərəfi burulub bağlayaraq, sıxılaraq, bax nəzərdə tutun, ortadan bir mildir, yivli mildir və onu biz sıxaraq burub bağlaya bilərik. Yəni bu şəkildəki, bu formada görəndə hər iki tərəfi künc kimi forması qatlanacaq görəndə bilin ki, bu kipləşdiricilərə aiddir. Burada düzgün cavab C variantıdır. 5-ci sualda baxırıq. Düz bucaq altında yerləşən iki metal lövhəcikdən ibarətdir. Onlar deməli, mebel furnituru hansılardır? Onunla olan mebel furniturları deyir, hansılardır? Furnituru soruşur bizdə. Düz bucaq altında olanı. Ümumiyyətlə, düz bucaq sözü deyiləndə bilin ki, burada künclüklərdən söhbət gedir. Deməli, 5-ci sualda düzgün cavab A variantıdır. Künclüklər. 6-cı suala baxırıq. Onlarla şkafların, yazı masaların, kitab rəflərinin yan tərəfləri bərkidilir. Bax, deyir ki, onlarla şkafların, yazı masalarının, kitab rəflərinin yan tərəfləri bərkidilir. Yan tərəfləri bərkidilir deyiləndə biz nəzərdə tutmalıyıq kipləşdiriciləri. Kipləşdiricilərlə nə idi tərifində? Deyirdi, bir-biri ilə bərkidici, vintlə birləşdirilmiş iki qalın metal künclük və ya lövhəcikdən ibarətdir. Onlarla şkafların, yazı masalarının yan tərəfləri, yəni o yan tərəfləri bağlanılır. Burada düzgün cavab D variantıdır. Baxırıq 7-ci suala. Maqnit saxlayıcıları hansı hissələrdən ibarətdir? Maqnit saxlayıcıları baxaq görək hansı hissələrdən ibarətdir? Maqnitli qəlbdən, metal lövhəcikdən. İki hissədən ibarət idi. Yadınıza salın, maqnitli qəlbdən və metal lövhəcikdən. Elə burada A variantı düzgün cavabdır. Baxırıq 8-ci suala. Şəkildəki hansı mebel furniturunun təsviridir? Aha, baxın nə asandır bu təsvir. Çox asanlıqla verilib burada. Bilirsiniz necə? Künc birləşməsinin şəklidir burada verilib. Bax necə künclüklər mebellərdə
və yaxud da çərçivələrdə, nəfəsliklərdə, rəflərdə onların künc birləşmələri, künc tərəfləri bağlanılır. Ona görə də həm elə burada künc sözündən götürə bilərsiniz, həm də formasına elə fikir verin, künc kimidir. Elə bil ki, qəlb hissəsi bir də künc, baş hissəsi, uc hissədən ibarətdir. Asanlıqla tapa bilərsiniz, bu künclüklərdir. 9-cu suala baxırıq. Onlarla deməli, çərçivə və nəfəsliklərin künc birləşmələri bərkidilir. Biz bunu bildik. Hə, bu künc birləşmələri az öncə də sizə izah elədim bunu. Şəkildəki də künclüklər idi. Burada da künclüklərdir. C variantıdır 9-da da. Eyni tərifdir. Bayaqların izahını verdim. 10-cu suala baxırıq. 10-cu sualda deyir ki, əziz müəllimlər, kipləşdiricilər hansı hissələrdən ibarətdir? Kipləşdiricilər hansı hissələrdən ibarətdir? Kipləşdiricilər baxırıq. Düz bucaq altında yerləşən iki metal lövhəcikdən. Kipləşdiricilərin az öncə dedim mən tərifini. Necə idi? Bir-bir ilə bərki civillə birləşmiş iki qalın metal, künclük və ya lövhəcikdən ibarətdir. Ona görə də burada düzgün cavab C variantıdır. Baxırıq, şəkildəki hansı mebel frontorudur? Bax, bu nə gözəldir. Bunun təsviri də adam yadında qalır. Bax, burada rəf saxlayıcılarının şəkli verilib. Rəf saxlayıcılarında yadınıza salın, rəf saxlayıcılar ümumiyyətlə nədən hazırlanır da? Metal və ya plastik kütlədən hazırlanır. Rəf saxlayıcıları üfüqi rəflərin bərkidilməsi üçün istifadə edilirdi və həm də milləri, həmən o milləri, bax millər ki var, bu millər şkafların yan divarlarında yerləşən bir tərəfi bağlı deşiklərə qurlaşdırılır. Bax, rəf saxlayıcılarını belə yadınızda saxlayın. Ümumiyyətcə, rəf saxlayıcıları, bax, şaquli, bax, rəf saxlayıcıları nədir? Rəfin içində o polkalar ki var, bax, ona deyirlər rəf saxlayıcılarının. Həmin o polkaları saxlamaq üçün biz nə edirik? Bu fronturlardan istifadə edirik. Bilirsiniz necə? Biri var şaquli, biri də var üfüqi. Bax, şaquli düz xətdir. Amma üfüqi rəf saxlayıcıları, o iki rəflərin aralarında polkalar ki var, bax ona deyilir. Onların bir tərəfi bağlı deşiklərə qurlaşdırılır. Həmən bu milləri. Bir tərəfi bağlı deşiklərə qurlaşdırılır. Bu mil formasında yadınızda saxlayın ki, bu rəf saxlayıcılarına aiddir. Gəlirik 12-ci suala. 12-ci sualda deyir ki, şkafların, masaların, tumbaların qapılarını bağlamaq üçün nəzərdə tutulub. Nələr nəzərdə tutulub bağlamaq üçün? Bağlamaq sözündən yadınızda saxlayın. Bağlamaq deməli qıfıllara aiddir. Nəyi biz qapını bağlaya bilərik də? Qapının dəstəyinə tutub bağlamırıq ki, yox, qıfılla bağlamalıyıq. Qıfıllar özü də iki cürdür. Biri var qıfıl diləciklər, biri də var qıfıllar. Həmin qıfıllar qapıya bağlanılır. Amma qıfıl diləciklər müəyyən bir, o belə setka qapılar olur, çöldə hasarlı qapılar olur. Onun dilləri var, qıfıl diləciklər ona deyilir. O formada da ondan bağlanılır. Deməli, burada şkafların, masaların, tumbalar və burada qıfıllardan, qıfıllardan və qıfıl diləciklərdən bir variantı düzgün cavabdır. 13-cü suala baxırıq. Şkaf, yazı masası və dolapların qapılarını nə ilə bərkidilir? Şkafların, yazı masaların və dolapların qapıları nə ilə bərkidilir deyiləndə bərkidilir sözü həncamalarla bərkidilir. Baxın 14-cü suala. Şəkildəki hansı fronturdur? Bu da hasantdır. Sizə necə izah edeyim, yadınızda saxlayın hasant formasını. Şəkildəki əlbəttə ki maqnit saxlayıcısıdır. Necə? Maqnit saxlayıcısında deyirdi ki, iki hissədən ibarətdir. Biri maqnitli qəlb, biri də onun lövhəsindən. Bu üstə gördüyünüz lövhədir, alt hissəsi də maqnitli qəlbdir. Lövhə gedib maqnitli qəlbə asta-asta, əsasən bunu kuxuna mebellərində və yaxud da şifanerlərin qapılarını belə möhkəm açıb örtüləndə asta-asta gedib örtülməsi var. Bax, ondan istifadə edirlər. Maqnit saxlayıcılarından istifadə olunur o. Açırıq, qəfil özümüz udarla boşlasaq da o öz astaca gedib örtülür. Burada B variantıdır. Bu maqnit saxlayıcısının şəklidir. 15-ci suala baxırıq. Üfüqi rəflərin bərkidilməsi üçün hansı fronturdan istifadə olunur? Bax, üfüqi rəflərin dediyim kimi biri var idi şaquli, biri də var üfüqi. Hansına aid idi bu? Rəf saxlayıcılarına. A variantıdır burada. Baxırıq 16-cı sualımıza.
16-cı sualda qapı, pəncərə və dolabların rahat açılıb örtülməsi üçün vasitə rolunu oynayır. Bax, vasitə sözü burada açar sözdür. Qapı, pəncərə və dolabların rahat açılıb örtülməsi üçün vasitə nə ilə açıb örtə bilərəm? Əlbəttə ki, dəstəklərlə. D variantı düzgün cavabdır 16-cı sualda. 17-ci suala baxırıq əziz müəllimlər. Rəf saxlayıcıların milləri şkafların yan divarları yerləşən hansı deşiklərə qurlaşdırılır? Demişdim ha, rəf saxlayıcıların tərifində ki, rəf saxlayıcıları bir tərəfi bağlı deşiklərə qurlaşdırılır. Yəni, həmən ki, o üfüqi rəflər ki var idi, üfüqi rəflərdə yan divarlarda bir tərəfi bağlı deşiklərə qurlaşdırılır. Ona görə də burada B variantını götürürük. 18-ci sualda şəkildəki hansı mebel fronturudur? Bu da çox asandır, müəllimlər. Yəni, siz onu həmin bu şəkilə baxanda beyninizdə canlandırmalısınız ki, mən buna harada istifadə edə bilərəm bu fronturu. Bax, bu fronturu biz ancaq o taxta qapılar ki olur, setka qapılar ki olur, onların hissələrini bir-birinə birləşdirmək üçün künc formasında belə, yəni dədə-babadan görmüşük ki, qapılarda bağlayırlar, açılıb örtüləndə rahat açılsın, örtülsün araları. Yəni bu oynaqdır. Ona görə də burada künclüklər. Bax, künclüklər sözün yadınızda saxlayın. Bax, bu, necə istəyirəm sizdə künclük yox, həncamalar. Həncamalar sözünü yadınızda saxlayın. Həncamalarla açılıb örtülməsi üçün rahat istifadə olunmağı üçün həncamalardan istifadə edilirdilər. Taxta qapılarda, setka qapılarda ən çox, daha çox onlardan istifadə olunurdu. Həncamaların vasitəsilə burada C variantı 8-ci sualda. 9-cu suala baxırıq müəllimlər. Hansı fırıntur şkafların qapılarının hərəkətli olmasına xidmət edir? Az öncə izah elədim, maqnit saxlayıcıları idi burada 19-cu sualda A variantı. Hərəkətli olmasına xidmət eləyirsə, açanda möhkəm örtürüksə, bu asta-asta hərəkətli olaraq gedirsə, maqnit saxlayıcılarından istifadə olunub. Burada 20-ci suala baxırıq. Deməli, künclüklər, qıfıl diləciklər, həncamalar və mebellər oduncaq üçün nə ilə bərk edilir, oduncağa nə ilə bərk edilir sual verilir ki, künclüklərdə, qıfıl diləciklərdə həncamalar tək yox, ümumiyyətcə və s. bütün fronturlar, mebelləri hazırlayarkən nə ilə bərk edirik biz ona? Mismarla bərk edə bilmərik, həncamalarla yox, əlbəttə ki, burada şuruflar. Çünki onların hamısı həncama fronturdur, bunu biz bərk etmək üçün də şuruplardan istifadə etməliyik. Şuruplar rahat açılıb, burulub bağlandığı üçün istədiyimiz vaxt açırıq, istədiyimiz vaxt bağlaya bilirik. Ona görə də bu şuruplardan istifadə olunur bütün fronturlar. Deməli, 21-ci sualda baxırıq. Metal, taxta və ya nazik plastik kütlədən hazırlanır. Metal, taxta və ya nazik plastik kütlədən hazırlanır. Bax, ümumiyyətlə fronturların içində bir rəf saxlayıcılarıdır, bir də dəstəklərdir. Rəf saxlayıcıların, yəni materialı nədən hazırlanır sualı onlardan verə bilərlər. Çünki bu ikisinə aiddir bu. Metal, taxta və ya nazik plastik kütlə deməli dəstəklərə aiddir. Amma metaldan və yaxud da plastik kütlədən deyiləndə bu rəf saxlayıcılarına aiddir. 21-ci sualda B variantıdır. Dəstəklər. Şəkildə hansı frontur təsvir olunmuşdur? Şəkildəki qıfıl diləcikdir də, az öncə də izahını vermişdim. Taxta qapılarda daha çox istifadə olunur. Siyirmə deyirik, biz ona siyirmə. Bu dili olduğuna görə qıfıl diləciklər adlanır bu. 22-də A variantı. Deməli, baxırıq 23-cü suala. Burada ardıcıllığı biz düzməliyik. Baxaq, 23-cü sualda deyir, maqnit saxlayıcısının qurlaşdırma ardıcıllığını müəyyən edin. Aha, lap yaxşı. Bu sual deməli, həmin 15-ci mövzunun lap sonunda yer alıb bu dərs. Deməli, burada biz bunu müəyyən etməliyik. İlk öncə necə tapmalıyıq? Biz öncə hər hansı bir məmulatı düzəltmədən öncə biz onun neyinirik? Yerini müəyyən edirik. Elə deyil. Biz ilk öncə onun yerini müəyyən etdik. Bax, 3-ə baxın. 3-də yazıb ki, saxlayıcının, lövhəciyin və qəlbin yeri müəyyən edilir. Bəli, müəyyən edilir. Avtomatik olaraq A variantı, D variantı silindi. Qalır B ilə C variantı. İndi baxırıq. Bir hər ikisində var. Birə baxırıq. Lövhəcik qapıya bərk edilir. Bəli. Sonra mən lövhəcik qapıya bərk edib neyinirəm? Deşiklərin mərkəzini biz ilə qeyd edirəm. Mən onu düzəltməliyim, baxın, nişan almalıyam. Düzdür, bu da hər ikisində. Baxırıq indi. B-də baxaq 5-ci suala. Qəlb lövhəciyin qarşısında dəqiq yerləşdirilir.
4-ə baxır. Şuruplar axıra qədər burmadan bərkidilir. Yox. Deyir ki, qəlb lövhəciyin qarşısında dəqiq yerləşdirilir. 6-da uyğun gəlir. Şuruplar axıra qədər buraraq bağlanır. Yox. Deməli B variantı uyğun gəlmədi. C variantına baxırıq biz dəqiqliyi tapmaqdan ötürü. 2-yə qədər düz gəlmişdik. 4-ə baxırıq. Şuruplar axıra qədər burmadan bərkidilir. Bəli, mən o nişanı qeyd etdikdən sonra